Tarixdə baş vermiş ən qısa müharibə Britaniya və Zanzibar. Gəlin deyim. Böyük Britaniyanın təsiri altında ölkəni idarə edən Zənzibar Sultan Həməd bin Tuvayni 1896-cı ilin avqust ayında rəhmətə gedir. Beləliklə də taxt uğrunda mübarizə başlayır. Taxta isə Britaniyanın razılığı olmadan Xalid bin Bəxrəş gəlir, amma Britaniyanın dəstəklədiyi adam isə Həmid bin Muhammed idi. Buna görə də Britaniya Xalidə ultimatum göndərərək bildirir ki, sən sarayı tərk etməli və silahlı qüvvələri buraxmalısan. Amma Xalid də bunu rədd edir. Beləliklə də sarayın ətrafına 2-3 min nəfərlik bir hərbi qüvvə yerləşdirir. Xalidin təslim olmayacağını anlayan Britaniya donanması sarayı bombardıman atəşinə tutmağa başlayır. Bombardıman nəticəsində Sultan sarayı ciddi zərər görür. Beləliklə də Xalid bin Bəxrəş Almaniya konsulluğuna sığınır. Taxta isə Böyük Britaniyanın dəstəklədiyi Həmud bin Muhammed çıxır. 38-45 dəqiqə ərzində baş verən bu hadisələr tarixə ən qısa müharibə olaraq qeydə düşür. Sizcə bu bir neçə dəqiqə davam edən qarşıdurmanı bir müharibə hesab etmək olarmı? Kommentlərdə qeyd etməyi unutmayın.